Avropa səmasında görünən pilotsuz uçuş aparatları səbəbindən hava limanlarında müşahidə olunan problemlərin sayı artıb. Euronewsun Decube bölməsinin araşdırması nəticəsində maraqlı bir faktlar ortaya çıxıb. Fakt yoxlama və rəqəmsal araşdırma komandası 2024-cü ildən 2025-ci ilədək dronlarla bağlı hava limanı pozuntularının 4 dəfə artdığını ortaya çıxarıb. Lakin araşdırma hələ də davam edir. Almaniyadan xüsusi müxbirimiz Günay Məmmədova hazırda bizimlə birbaşa bağlantıdadır. Günay, hər vaxtınız xeyir. Bu dronların hansı ölkəyə və yaxud hansı şəxsə məxsus olmasına dair bir məlumatlar varmı? Sizdən eşitdik. Bəli, Avropa hava limanlarında dronlarla bağlı insidentlərin sayı kəskin artıb. Euronewsun analitik qrupu Decube'un məlumatına görə 2024-cü ilin yanvarından 2025-ci ilin noyabrına qədər bu cür hadisələr 4 dəfə çoxalıb. Əgər əvvəllər dronlar yalnız ara-sıra müşahidə olunurdusa, 2025-ci ilin sentyabr-oktyabr aylarında vəziyyət tamamilə dəyişib və bir neçə ölkədə hava limanlarının saatlarla bağlanmasına və yüzlərlə reysin ləğvinə səbəb olub. Məsələn, Belçikada cəmi 8 gün ərzində 10 insident qeydə alınıb və bu müddətdə Brüssel hava limanı dəfələrlə dayanıb. Danimarkada isə Kopenhagen hava limanının 4 saat bağlanması nəticəsində 109 reys ləğv edilib. Oxşar pozuntular Almaniya, İsveç və Norveçdə də yaşanıb. Və dronların həm hava limanları, həm də hərbi bazalar üzərində görünməsi narahatlıqları daha da artırır və bir çoxları düşünürlər ki, bu təsadüfi fəaliyyət deyil, genişlənən və koordinasiyalı bir proses kimi qiymətləndirilir. Dronlarla bağlı araşdırmaların ləng getməsinin səbəblərinə gəlincə isə deməli səbəblərdən biri onların çox kiçik və radarda görünməyən qurğular olmasıdır. Həmçinin dron operatorlarının hava limanlarından kilometrlərlə uzaqda deməli mövqe tutması onların tapılmasını çətinləşdirir. Bununla belə bir çox insidentlərdə istifadə olunan dronların bahalı, texnoloji cəhətdən inkişaf etmiş və maneələrə davamlı olması bu fəaliyyətlərin təsadüfi həvəskarlar tərəfindən deyil, peşəkar şəkildə planlaşdırıldığını göstərir. Ekspertlər isə qeyd edirlər ki, bu hadisələr ümumi mesaj kimi Rusiyanın Avropaya yönəlmiş dolayı xəbərdarlığıdır. Ukraynanı dəstəkləməklə siz də münaqişənin bir hissəsinə çevrilirsiniz. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.